Sabunçu Sabrat yoluna yaxın, Sabrat keçidinə yaxın, ümumi sahəsi 100 sotun içində. Bax, belə bir həyəti var, ağac əkmək üçün yeri də var. Burası böyük bisetkasıdır. Evin tam ətrafına hərləmək olur. Burada əl damısı var. Həyət üçün sanitar qovşağı Sabunçu keçidinə yaxındır. Mərkəzi yolunda məsafəsi 100-120 metr. Belə evin arxasında da yeri var. Burada kombi otağı da var. Demək, belə geniş dəhlizi var. Ümumi 6 otaqdan ibarətdir. Bax, solda qonaq otağı. Bax, geniş qonaq otağı var, gördüyünüz kimi. Elə 10 metr qonaq otağıdır. Bura birinci mərtəbəyə məxsus sanitar qovşağıdır. Burada da bir otaqdır. Burası isə mətbəxidir. Bir ilə ikinin arası, ümumiyyətcə mərtəbə arası monolit betondur. Demək, bura ikinci mərtəbənin koridorudur. Bir yataq otağı burada. Bura sanitar qovşağıdır. İkinci mərtəbəyə məxsus 4 otaq yuxarıdadır. Birdən plus mansar. Bir yataq otağı da burada. Buradan da çölə çıxmaq üçün yeri var, eyvana. Burada bir yataq otağı. 4 yataq otağı burada. Gördüyünüz kimi yataq otaqları da geniş. Və burası mansarı. Burada monolit betondur. Mansarada yəni ki monolit betondur və mansardan da eyvana çıxışı.